Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün siz videomda şəkərburanın hazırlanmasını izləyə bilərsiniz. Bunun üçün 1 kilo un lazımdır, 300 qram yağ, 3 yumurtanın sarısı, xama getdiyi qədər 150 qramdan 200 qrama qədər, duz yarım çay qaşığı, zəfəran və bir də bizə maya lazımdır. Mayanı həll etmək üçün bir çimdik gördüyünüz kimi şəkər tozu və bir çay qaşığı un lazımdır. Əvvəlcə mayanı belə bir qabda həll edəcəyik. Biraz gözləyəcək ki, həll olsun, biraz köpüşsün. Sonra xəmirimizi yoğurmağa başlayacağıq. Mayanı, şəkər tozunu və unu əlavə etdim. Üzərinə biraz ilıq suda əlavə edib belə qarışdırdım, isti yerə qoydum və belə hal alındı, yəni biz gəldi. İndi isə xəmirimizi yoğurmağa başlayaq. Bunun üçün əvvəlcə duzu əlavə edirəm unun üzərinə. Əvvəlcə dəmlənmiş zəfəranı əlavə edirəm ona. Və yağı unda ovurum. Unu yağla ovdum. 3 yumurtanın sarısını əlavə etdim. Mayanı əlavə edirəm. Və xamı əlavə edirəm. Xamanı az əlavə edirəm ki, bərk xəmir yoğuracağım. İndi isə xəmirimizi yoğuraq. Artıq xəmirimiz hazırdır. Belə bir xəmir alındı, bərk xəmirdir. Bir 10 dəqiqə gözləyəcək, gələcək. Sonra bundan kündələr tutub şəkərburanın içini qoyub bükəcəyik. Fındıq ləpəsini ləpə çəkən maşından keçirib 1 kilo fındığa 1 kilo şəkər tozu qatırıq. Zövqə görə hil və gülab qatıram. Kündələrimiz hazırdır. İndi kündələrdən belə bu ölçüdə yaydırıq. Qoyuruq belə ovcumuza. Basdıqca belə çalışmaq lazımdır ki, içi değməsin xəmirin qırağına, bağlanmaz. Və qırağını vint varı. Şəkərburanın naxışlanması. Bu klasik naxışdır. Buna şəkərburanı naxışlayarkən nə qədər bir-birinin dibindən sıx naxışlayarsınızsa, o qədər incə, qəşəng görünər.
Bu da bir başqa naxışdır. Çəpəki naxışlayırlar bunu. Çalışmaq lazım şəkərlərini naxışlayarkən boş yeri qalmasın. Hatta daha qəşəng görünür. Bütün şəkərlər naxışlı görünür. Növbəti naxış ulduz naxışıdır. Bu naxışı iki cür naxışlayırlar. Bu bir növüdür. Bu ince yerlerini biraz kiçik maqqaşlayırıq. Və içərilərini də naxışlamaq lazımdır ki, boş görünməsin. Bu gülün, ulduzun ətrafını naxışlayırıq ki, boş olmasın. Bu da bir başqa naxış olacaq.